Şeyx, ümumən əşarilər, həmçinin mətrodilər, bunların Qurana yanaşması necədir? Qıssa deyək ki, bunlar Qurana tamamilə fərqlidir yanaşmaları. Tamamilə fərqlidir. Yəni Quran, sünnə, sahabelərə baxsaq dəlillərinə düz gəlmir. Baxmayaraq əşarilər deyirlər Qurana Allahın kəlamıdır. Lakin onlar deyirlər səssiz və hərfsizdir, qəribə. Sadəcə müxtəsər deyə bilərsiniz ki, onlar Qurana əslində müxalifdirlər. Məsələn, Allah Subhanahu deyir ki, nazil olur. Onlar deyirlər ki, nazil olmur. Allah Taala deyir ki, Allah yüksəldi. Onlar deyirlər yüksəlmir. Allah Taala deyir ki, məsələn, mən öz əlimlə Adəmi yaratdım. Deyirlər əli yoxdur, əl deyil. Allah Taala deyir ki, Allah qəzəblənir. Onlar deyirlər qəzəblənmir. Allah Taala deyir ki, Allah sevir. Onlar deyirlər Allah sevmir. Allah Taala deyir ki, razıdır. Onlar deyirlər Allah Taala razı olmur. Və belə sayınə. Yəni əslində Qurana müxalifdir. Məcaz adı ilə ağla tabe etdiklərinə görə hamısı müxalif olublar Qurani-Kərimə.